Bugün Bakı Konqres Mərkəzində baş tutan 11-ci Milli Marketinq Forumu ilə bağlı qeydlərim həddən artıq çox sevindiricidir və mənə elə gəlir ki, bu tədqiqin təşkilatçıları üçün də çox maraq kəsb edə bilər. Belə ki, bu unikal bir platformadır ki, burada həm marketinq və korporativ kommunikasiyalar, strateji layihələr çərçivəsində çalışan, təhsil alan, ümumiyyətlə konsultasiya verən, bu sahədə uğurlu layihələrə imza atmış şəxslərlə birlikdə bir araya gəlmək, günün nəbzini tutmaq, xüsusilə bugün trend olan süni intellektin bizim marketinq, strateji kommunikasiyalar fəaliyyətinə necə təsir etməsi və bunun sinerjisi ilə bağlı bizim gələcək proqnozlar və perspektivləri müzakirə etmək. Ümidvaram ki, hər bir tədbir dinləyicisi böyük zövq aldı. Onlar da öz işləri, karyera planlamalarında, layihələrin idarə edilməsində müəyyən tədbirə layiq və nəzərə alınmalı məsələləri qeyd etdilər və bu gələcəkdə bu sahənin daha yaxşı inkişaf etməsi, beyin mərkəzlərinin ortaya daha gözəl debatlar qoyması və bundan uğurlu nəticələr çıxartması üçün gözəl bir fürsət oldu.